Deməli, sabahınız xeyir. Bugün ayın 4'ü, 4 aprel tarixidir. Və bugün xüsusi olaraq gələn bölüşlərimiz var. Bir də ilk bölüşümüzü qarşılamağa saat neçədir? Erkən başlamışıq. Saat 5:15'dir galiba. Çıxar onu, məsələn, katını çıxar. Hoş geldin balaca. Hoş geldin balaca. Hadi hadi ala hadi. Oy 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 hoş geldi senin oğluşum. Deməli 0404'ün ilk verişi. Ay oy. Hoş geldin balaca. Can. O koşun sene. Maşallah sene. Maması gözün aydın koşa geldi. 3700 lira var. Çıkarsan bisikletler. Deməli, fartuq keseri əməliyyatımız bitdi. Gördüğümüz kimi kəsiyimiz normalde kesir kadar bu kadar olur. Fartuq keserde 12 qatı qədər uzun kəsiyi oldu. Amma xəstəmizin dərisi zaten yaxşı sağalır. Xət kimi qalacaq, heç bir şey olmayacaqdır. Göbəyin yeri gayet gözəl. Biz xəstəmizi sallaq dərdən qurtardıq. Yəni keseri zamanı qarnın üzərinə gələcək sallaq dərdən. Qeyd edelim ki, bu xəstəmizin ikinci keseriyəsidir. Yani biz ikinci keseriye xəttinin üzerinden getdik. Normalde keseriye buradan kəsiyor olmalıdır. Amma xəstəmizin qarnını maalesef yuxarıdan kəsdikləri üçün məcbur qalıb eyni yerdən kəsmək zorunda qaldıq. Çünki aşağıda silik çox yapışıq ola bilər, yuxarıya doğru çəkilə bilər. Əməliyyat əsasında hasar görə bilərdi. Allah qarnından qurtardıq.